şəxsi tikili evdir. Sadəcə biraz həyətyanı arasında kəsib özü üçün saxlayırlar. Sol yarımda evi satır. Qaz sayğacı, işıq sayğacı, dövlət suyunun sayğacına qədər hamısı var. Məhlə bir boşu geniş məhlədir. Qapısı açılır. Yəni tupik dalanda deyil də. Burada sol yarımda maşın rahat girər. Kombi sistemi çəkib. Koridor, mətbəx, sanitar qonşuları stoldur. Qalan otaqlar hamısı kombi sistemidir. Və yerimiz laminat döşəmədir. Fazladan giriş mümkündür. Evin sağ tərəfindən metrdən də çox məsafə qoyub. Yəni rahat sağ tərəfə keçid var, sol tərəfdə yoldur. Gəlin evin daxilinə tanışırlar. Pilləkən kermokranit döşəmədir. Girdi içəri istipoldur. Laminatına qədər avoyu, üstünə bir şeyi vurulurdur. Bura desk otağı. Otaq ölçüləri normaldır. Yəni 4-3-ə desk otağıdır, həm balaca otaq. Bura qonaq otaqdır, TV sistem də yığılır, boşa daşıdır, pəncərələr öz həyətinə baxır, tüpiklər qalanına baxılır. Mətbəx. Burada mətbəxdir, 4-cü ağırsa mətbəx. Normaldır, ölçülər normaldır. Sanitar qoşaq, qapısını burası içəri panelini gətirib qoyacaqlar. Asma tavan var. Burada yataq otağımız. Babamın pəncərəsi də yola baxır. Burada yəni heç bir pəncərə kimsə həyətinə baxmır. Qiymət 68 min. Qaz işıq, dövlət su var. İşıq da səhvləmirsə 3 faz işıqdır. Buyurun əlaqə saxlayın, dövlət inşaat tərəfi.